Sosial mediada intim mövzulardan söhbət etməyi tərk edin. İntim mövzulardan danışmaq qadının evini yıxır və onu bədbəxt edir. Çünki siz birisi ilə intim mövzulardan söhbət edərkən onlayn formada danışdığınız üçün ruhunuz həmin şəxsin ruhu ilə birləşir və ruhunuz bədən anlayışını itirdiyi üçün sanki həqiqətən o münasibəti yaşamış kimi hiss etdiyi üçün artıq o insanla sizin aranızda bağlılıq enerjisi yarandığı üçün o insanın ağırlığı, negativləri, pis enerjiləri, gözləri, nəfsləri sizin enerjinizə birləşmiş olur. Sonra da deyirsiniz ki, Fərid bəy, mən gedirəm birisi ilə münasibət qurmağa çalışıram, həmin insan ürəyimcə olsa da o insan mənə baxmır, məndən aşağı səviyyəli insanlara baxır. Çünki sizin bu nəfslər üzərinizdə olub, özünüzü təmizləmədikcə artıq həyatınızda ömrü boyu daima eyni tip insanlara məruz qalacaqsınız.